Steve Jobs'un bir dənə sözü var. Deyir, dizayn ancaq görünüş deyil, həm də o necə işləməsidir. Sizcə Lincoln Co 900 daha çox texniki baxımdan bizi təəccübləndirəcək, yoxsa dizayn baxımından? 2-3 il bundan əvvəl o model çıxsaydı, bugün onun konkret rəqibləri Mən fikirlərinizi oxudum. Bəli, o rəqiblər bu dəqiqə istirahət edirlər. Lincoln Co 900-ün ümumiyyətlə bazasına baxıb avtomobilimizi bəlkə buna bənzədək deyə düşünürdülər. Flaqmanlar var. O flaqmanlara ciddi bir rəqib gəlir, hazırlaşın. Texnologiyası çox yüksəkdir. Həm etibarlıdır və ən əsası isə çox komfortlu ailə avtomobilidir. Bunu mən çox bəyənirəm. Mən ümumiyyətlə iri qabaretli maşınları sevirəm. Keyfiyyəti, üstün cəhətləri, komplektasiyası mənə o qədər cəlb edici görsəndi ki, mən də qərar verdim ki, bu nəqliyyat vasitəsini, bu avtomobili alım. Dünyanın müxtəlif yerlərində Çin brendi olmasına baxmayaraq sürülür, sevilir. Mən Lincoln Co-ya gələcəyin avtomobili deyərdim. Məncə gələcək artıq gəlib. Baş verənlər haqqında təəssüratınız nələrdir? Daha möhtəşəm olmağını gözləyirik. Elə də olacaq məncə. Lincoln Co həqiqətən bir ailədir. Bunu da biz müştərilərə dəfələrlə sübut edirik. Lincoln Co 900 seçmisiniz, 900 nömrə səhv eləmirəmsə. Bu maşının təəssüratlarına gəlincə, bu maşın məncə Azərbaycanın ən böyük, ən gözəl maşınlarından biri olacaq və məncə də belədir. Mən çox xoşbəxtəm ki, bu maşına sahibəm. Yəni çox insanlara tövsiyə edirəm ki, bu maşını gəlib əldə eləsinlər. 900 haqqında ilkin fikirləriniz, ilkin təəssüratlarınız nədir? Bildiyimə görə 721 at gücüdür. Deyirəm də nəsə olacaq. Bir də görsəli buradan alıb apardım. Nəhayət ki, həm bütün dünyanın, həm də bizim zövqümüzə oxşayan bir model gəlir. Öz fikirləriniz, təəssüratlarınız nədən ibarətdir? Əvvəlcə onu deyim ki, avtomobilin dizaynı çox gözəldir, çox müasirdir. Hər bir texnologiyada, yəni artıq eksteryerdən görünür ki, bu avtomobilin daxilində çoxlu texnologiyaları var. Lincoln Co 900-ün gələcək sahiblərindən birisi. Bəli, seçimimdəki yanlışlıq etmədiyimə görə necə deyərlər, şükürlər eləyirəm. Bu brendi təsadüfən yox, araşdırıb almışam və bilirəm ki, xüsusilə Asiya bazarında, yəni liderliyə doğru sürətlə irəliləyir. Ваше впечатление о сегодняшнем вечере? Сегодняшний вечер только что начинается, но я думаю, что впечатления уже очень хорошие. Я могу сказать, что у нас очень хорошее сотрудничество. Радуюсь, что увижу вот эту новую модель. Lincoln Co 900-ün ilk sahibisiz. Təəssüratlarınız nədir? Yəni texnologiya cəhətdən, rahatlıq cəhətdən hər şey əladır. Heç bir problem yoxdur. Yəni seçilən maşındır, gözəl maşındır. Mənə də burada olmaq çox xoşdur. Lincoln Co-nun siması kimi burada olmaq. Son reklamımızı yəqin izlədiniz, bəyəndiniz. Bəli, çox bəyənmişəm. Bəs siz bəyəndiniz? Çox bəyəndim. Mənə yəqin nəyin bahasına olursa olsun o maşını almalıyam. Mən bu işdə sizə uğurlar diləyirəm. Sizcə Lincoln Co 900-ün dizaynı yoxsa texnoloji tərəfləri? Əlbəttə ki, mən avtomobil haqqında belə deyək, araşdırma edəndə onun həm dizaynı, həm interyoru, həm eksteryoru məni cəlb eləməlidir və texnoloji cəhətdən də belə deyək, tələbata uyğun olmalıdır və bu hamısı Lincoln Co artıqlamasından var məncə.